Bismillahirrahmanirrahim. İmam Sadiq əleyhissalam Peyğəmbər salavatullahdan nəql edir. Hər vaxt süfrə salınsa, 4 mələk süfrənin ətrafına cəm olar. Əgər insan yeməyi yeməyə başlayanda Bismillah desə, mələklər şeytana deyər: "Ey əhəmiyyətsiz işlər görən xar və zəlil ol, bu yeməkdə sənin payın yoxdur." Elhamdülillah. Və həmin bəndə yeməyi bitirdikdən sonra Elhamdülillah desə, mələklər deyər: "Bu bəndələr o kəslərdir ki, Allah Taala onlara nemət verdi. Onlar Allaha şükr etdilər." Ancaq o insanlar ki, yemək yeyəndə Bismillah deməsələr, mələklər şeytanı səsləyib deyərlər: "Ey fasiq, gəl bu insanla birlikdə yemək ye." Və yeməkdən sonra Elhamdülillah deməsələr, mələklər deyər: "Bunlar o kəslərdir ki, Allah Taala onlara nemət verib, amma onlar Allahı unutdular." Bismillah.